Bugün dostum Sadiqin ad günüdür. Mən də ad günü münasibətilə 24 saatda 24 hədiyyə vermək videosu çəkmək istədim. Və ilk hədiyyəm əlimdədir. Sadiq elə bilir ki, biz normal bir video çəkməyə gedirik, amma ona hədiyyə verəcəm. Sadiqin ilk tepkilərinə baxaq uşaqlar. İlk öncə mikrofonları taxaq. Səncə içində nə var? Stəkanca da ola bilər. Bu vitə stəkan nə qaracam bu? Ağırdır amma. Aç. Qardaşım üzr istəyirəm. Bilirəm Novruz bayramı deyil, amma Novruz bayramı paketində verirəm sənə. Orada not var. Oha! Gözə görə notda nə yazılıb? Gözlərin oldu. Ad günündə dünya dəyişdi. Bu nə küləkdir ola? Bu nə də? Baxaq ilk hədiyyəyə. Qardaşım ad günü mübarək. Dostlar planda yox idi, amma hava gördüyünüz kimi çox soyuq olduğuna görə. Ona görə mən də qərara gəldim ki, Sadiqi gətirim, kofe içsin. Abi salam aleykum. Abi dostumun ad günüdür. Ad gününə görə bir dənə kofe verək də buna. Hot. Abi yoxdur. Mən kimdən danışırdım ha? Hot çoço latte. Hot çokolad istəyirsən? Hə. Böyük istəyir. İlk dəfə mən xeyir görürəm bu videolardan. Bugün Sadiq 24 dənə hədiyyə alacaq. 24-ünün də pulunu mən ödəyəcəm təəssüf ki. Allah Sadiq. Küləkli havada siz necə gedir? Mən də içsəm gedər. İstəyirəm. Necə tuta bilmirəm ha onu? Uşaq mənə ilk dəfə xeyir verir. Like atın, abunə olun bu uşağa. Bəli, Sadiq bəy orada oturub məndən növbəti hədiyyəsini gözləyir. Və digər hədiyyə çantamın içindədir uşaq var. Gözünü yum. Sadiq 3-cü hədiyyən stolun üstündədir. Gözünü aç, bax. Nə? Hamıdan qəşəng. Nə deyirsən buna? Bu nə nağıldır indi bu? Oxu böyü, oxu böyü. Güllü çiçəkli, qəşəng bir həyətdə, qara şadlı, balaca qapqara. Güllü çiçəkli qəşəng bir həyətdə, qara şadlı balaca. Yaxşı. Gördüyünüz kimi gül tikanının önündəyəm. O gün TikTokda bir dənə video gördüm ki, oğlanlar ilk gülünü öləndə alırlar. Sadiqə gül alacam uşaqlar, amma xəbəri yoxdur. Dostlar, güllər buradadır. Ən xoşuna gələ biləcək rəng bu ola bilər, çünki əsl kişi rəngi. Abi bu gülü neçəyə verərsin mənə? 40 Heç nə abi, götürürəm mən onu. Kartla ödəyəcəm uşaqlar, bu videoda məndən qəşəng pul gedir. İlkin dedi ki, get bir yerdə otur. Gəlirəm indi mən harasa getdi, gözləyirəm indi onu. Görəsən 4-cü hədiyyə nədir? Dostlar, Sadiq orada ağacın altında oturub məni gözləyir. Mənim də gülüm əlimdədir və arxama gizlədib Sadiqin yanına gedirəm. Sadiq. Nə olub bə xəstə? Gözümü yum. Allah bilir nə olub bu yenə. 4-cü hədiyyən. Ay, gözümü aç. Hə. Nə xiya? Heç sənə gül verən olmuşdu. Yox. Gəlsən qardaşın sənə gül verdi. Qabağa doğru addımlayırıq, gəl mənimlə. Təpəmə dərsin. 40 manat pul vermişəm mən ona. Sadiq arxanda 5-ci hədiyyəm var. Hədiyyəni gül gedir burada. 4-cü hədiyyəni ayaqüstü saxlamağa çalışır. Arxanı çın. Bu da sənin 5-ci hədiyyən. Nə qədər verirsən buna? 1 manat. Gəl mən sənə o 1 manatı verim, sən canlı video çəkməyim. Təpəmə dərsin o aldığın hədiyyə. Mən neynəyəcəm onu? Elə bir sevgilim mənə sürpriz alacaq. Qatıqlar. Dostlar, mən 2 dəqiqə saçımı qırxdırdım, gəldim. Sadiq, bu turda sənə hədiyyə. Birinci siz baxın. Mənə istədiyini 2 kilometrə yaxın yol yerimədi. Mən taksi ilə 28-ə getmək istəyirəm. Sən öncə biraz çox şey istəyirsən, amma bir hədiyyə olaraq çıxar. Bununla istəyirəm. Yox, bu yeyirsən. 7-ci hədiyyə olaraq gördüm ki, Sadiqin neçə vaxt əyinbaşı yoxdur. Gətirmişəm Sadiqə əyinbaş alacam. Abi, ən ucuz mallar hardadır? Ən ucuzsa. Ən ucuzlar buralardır Sadiq. Götür get. Yox, mən ən bahalı bəlkə istəyirəm. Yox, qələt etsən, keç. Həyatda ən zəhləm gedən şey Sadiqlə paltar alış-verişinə gəlməkdir, çünki 2 saata seçir. Dostlar, bunu göstərdim. Deyir ki, bunun başqa forması vardı məndə. Bu basketbolçuluq xiyar, bu tupaqdır. Fərqi nədir? İkisi də keçərli, bu da keçərli, o da. Bəli uşaqlar, Sadiq quş ol. Taşım keç Sadiq. Ay Allah, şükür səndən xeyir gördüm. Abi üzrü sayında biz görməmişdi, üstündə saxlayıb, etiketi var burada. Sancaq qalsa olar. Nə tər adamsan əsə? 15 manat endirimdədir. 15 manat aldım ha, gördün də, sənə köynək aldım. Sadiqə əslində ya bu corabdan, ya bu corabdan zadalardım. Giyinməyəcək deyə belə bir şey alacam, normal sadə. Ya da bunu götürsəm giyinər əslində, bunu götürəm bax. Və Sadiqə növbəti hədiyyəsini verirəm. Al Sadiq. Bu nədir indi? Kağız qoymuşsan bunun içinə. Kağız deyil, hədiyyədir. Aç bax. 1, 2, 3. Xoşuma gəldi Sadiq hədiyyə. Mən bayında sənə nə deyir? Təxmin edirəm, bax hədiyyələrdən biri belə bir şeydir. Xoşuma gəldi bəs. Ha, dəhşət. Başımın üstünə vuracam ki, ilkin hədiyyəsidir bu. Yaxşı, ağlama. Hala, bu da sənə bir hədiyyə daha corab almışam. O dollar zar. Hə, bu yaxşıdır, bu xoşuma gəldi. Hə, bunu da al qatdala. Burada otur, məni gözlə. Paltarını çiklətmək istəmirəm, oturma. Təzə paltar alanda oğlanlar, onda mən burada gözdə gəlirəm. A few moments later. İlkin gəlir uşaqlar. Qardaşım, bu hədiyyə üçün gözümü yum. Amma gözümü həqiqətən atma da. Uşaqlar orada köşkdən al
aldım. Ey də sən boyu. Allah. Sən boyu bir yerə soxur. Sən boyu bir yerə soxur. Like atın inşallah, like atın. Bu da sənin sayını bilmədiyim neçəncə hədiyyən. 1 manat verdin, 2 manat. 2 manat vermisən. Gəlin mən sənə 2 manat verim. Kloko elindən qoymur yerə. Bu video bilirsən nədir? Gələcəkdəki uşaqlarımız. Şimdi çocuklarımız ileride babam sana nasıl çıkma teklif etti diye sorarsan bu videoyu göstereceğiz. Hardan bildin ha? Gələcəkdə uşaqlarımız soruşanda ki atamla, yox anamla, bilməm kimlənsə necə sevgili Gəlin olmuşlar. hazır deyiləm, hazır deyiləm. Bu videoyu göstərəcəyik. Ver taxım. Aldığım müziğə baxın uşaqlar. Ala, zor da. Zordur ya. Növbəti hədiyyəvi də verim. Növbəti hədiyyədə belə bir sep. Qəşəngdir axı. Çək də içindədir qardaşım, neçəyə almışam baxarsan. Sadiq, sepin. İki mən belə sep taxmıram axı. Kiməsə verərsən də qardaşım, kiməsə verərsən. Ya verməyəcəm, lazım deyil. Bunlar qəşəng idi, həqiqi qəşəng idi. Baba indi getdik. Dostlar, mənə deyir ki, papaq istəyirəm. Mən də gətirdim papaq almağa. Ev seçmirsən qardaşım, papaq seçirsən. Bax bundan bir dənə də alacaqsan. Sən fasilə seçim, sən də köməklə də. Rəngli bax. Bax bunlar da zordur. Amma bunlar bağlar. Onlara baxma. Baxma qardaşım, baxma. Bu, məncə bu. Oba! Zordur. 10 manat allama, Sadiq. 5 manatın bəsləmədin, sən ver. Sadiq. Gözünü yum, növbət hədiyyə gəlir. Gözünü yum. Uşağa paketin içinə qoymuşam elə. İki yataq var burada. Bir dənə təxmin elə. Ən çox mənə nə deyirsən? Nə bilim. Aç bax. Bantikini də vurmuşam. Ad günü mübarək qardaşım. Çox sağ ol qardaşım. Ən sevdiyim hədiyyə bu oldu. Gəl öpüm. Xiyar qardaşım. Mən özümə hədiyyə elədim ki, sənə çox hədiyyən olsun da. Ən keyfiyyətli hədiyyə budur, çünki bu mənəm. Yemək. Ye də ye. Sadiq'in 15-ci hədiyyəsi içi dolu bir dönər idi və yanında ayran da aldım. Nə olsun ki 5 gündür yumadığım əlimə ayrana saldım. Dostlar, Sadiq evinə getdi, aldığım hədiyyələri evə qoyub qayıdacaq. Hədiyyələrin ardını bizdə çəkəcəyik. Sadiqə troll bir hədiyyə daha hazırlayıram. Ona görə butonumu burada gizlətməliyəm. Canım mənim, canım. Sizi çox sevirəm uşaqlar. Hər buna baxanda siz yadıma düşürsünüz. Videonun tam bu hissəsində like atmağı, abunə olmağı unutmayın, çünki sizi çox sevirəm. Arxadan səslər gələ bilər, həmişəki kimi burada içəridəyə baxıram uşaqlar, ona görə. Gördüyünüz kimi bu butonun qabıdır. Bunun içinə bir şey qoyub Sadiqə verəcəm. Sadiq də elə biləcək ki, ona butonu verirəm. Amma əslində nə verəcəm? İzləyin, görün. Və uşaqlar, pəncərədən görürəm Sadiq gəlir. Ad günün mübarək! Ay, yadımdan çıxdı. Qorxdum xiyar, o neydi ala? 16-cı hədiyyəm buydu. Bir dəqiqə, bu indi məndə xeyir oldu ki. Partladı da. 17-ci hədiyyə musiqi oldu. Linkini ataydın, evdə oturub baxardın da. Ayetim. Bu da 18-ci hədiyyən. Sənin bu qutularla problemin var. Sən bürcüvə özəl sənə tərəzi kürəsi almışam. Mənim bürcüm qız deyil, xəstə. Nə qəşəng işıq yandı, işıqlar söndürək. İşıqlar söndürdüm, biraz da pis oldu. Bax, qaranlıq otaqda nə qəşəng görsənir, Sadiq. Mən amma tərəzi deyiləm. 19-cu hədiyyəni gətirirəm sənə. Otur burada, gözümü yum yerdə. Ay da, yenə də başladıq da. Ala, bu kanalda sənin çox əziyyətin var. Butonu sənə hədiyyə edirəm. Aç qaranı qaldır, butonu görəcəksən. YouTube'un məktubunu oxu, sonra qaldır. Götür. Sadiq, növbəti hədiyyə cibimdədir. 3, 2, 1. Pozqaza. Bizim ən çox izlənən videolarımızdan biri, butonunu izləyə bilərsiniz. Buradan izləyin. TikToker'a bak. YouTuberəm, TikToker deyiləm. 2 manat. 2 manat havaydan öpdüm, təbrik edirəm. O 2 manatı necə xərcləyəcəksiniz Sadiq bəy? 21-ci hədiyyən. Üstündə sonrası adım yazır. Ona pulum çatmadı. Neçə qəpik vermisən? Yaz gör hələ yazır. Yazır. Əla, dərslər başlayıb deyə sənə qələm aldım. 20 qəpik verib rütq alamırdı. Ala, bu da 22-ci hədiyyən. O, haçan almısan onu? Bunu mən uşaqlığımda almışam, mən üçün çox dəyərlidir, ona görə sənə verdim. Bir dəqiqə, mən... Ay da uşaqlar, Sadiqin sepini fırlatmışdım o günləri, tapdı ya. Bu daha çox hədiyyə oldu uşaqlar. Bunu fırlatmışdı kimsə, tapa bilmirdim kim fırladıb. Səndə bu fırladıbmış. Dostlar, indi Sadiq əllərini yuyur və Sadiq TikTokda canlı açır. Əllərini yuyan hamamda canlı açmır, evində canlılar açır Sadiq və canlıda işıq problemi yaşayır deyə mən öz işığımı Sadiqə verəcəm. Bəli, mən çox yaxşı dostum, özümün işığı yoxdur, amma Sadiqə işıq verirəm. Yenə nədir? Qardaşım, sənin işığın yox idi da. Bugün də bir yetim sevindi. Xiyarza çıxacaq. Yox, Allah haqqı yox. Aha! Bu işığın tripodudur, xiyar yoxdur. Ay, xiyarda dağıtma da, xiyarı da ya buradadır. Hələ də xiyar çıxma ehtimalı var uşaqlar. Yoxdur, işıq da özümənəm. Oy, sübü. Məzələnsən. 40 manat qabaqdayım, yes. Bəlkə bir dənə də hədiyyə verim sənə. TikTok vur reklamını elə. Yadımda deyil. Şəkli çıxsın da reski. Uşaqlar, Sadiqin TikTok səhifəsinin şəkli ekrana çıxdı. TikTokda PUBG yayınları açır. PUBG oynayanlar gedib yayınlarına dəstək ola bilərlər.